Tarix adətən müharibələr, zəlzələlər, yanğınlar və aclıqlarla xatırlanır. Ancaq elə hadisələr var ki, ilk baxışda absurd görünür, amma nəticələri son dərəcə faciəvidir. 1814-cü ildə Londonda baş verən pivə daşqını məhz bu cür hadisələrdəndir. Bir şəhərin küçələrini su yox, pivə basıb və bu qəribə fəlakət real insanların həyatına son qoyub. 19-cu əsrin əvvəllərində London sürətlə böyüyən sənaye şəhəri idi. Zavodlar, fabriklər, dar və sıx yaşayış məhəllələri bir-birinə bitişik idi. O dövrdə pivə sadəcə içki deyildi, gündəlik həyatın bir hissəsi idi. Təmiz su tapmaq çətin olduğuna görə, hətta kasıb ailələr belə pivə istehlak edirdi. Buna görə də pivə zavodları şəhərin içində yaşayış evlərinə çox yaxın qurulurdu. Horseshoe Brewery adlı pivə fabriki də belə yerlərdən biri idi. Zavodda nəhəng taxta fermentasiya çənləri vardı. Bu çənlər minlərlə litr pivə saxlayırdı və dəmir halqalarla möhkəmləndirilmişdi. Kağız üzərində hər şey təhlükəsiz görünürdü, amma real vəziyyət fərqli idi. 1814-cü ilin 17 oktyabr günü zavod işçilərindən biri çənlərdən birində dəmir halqanın boşaldığını gördü. Bu, əvvəllər də baş verən adi texniki problem kimi qəbul edildi. Təmir növbəti günə saxlanıldı. Heç kim bunun bir neçə saat sonra fəlakətə çevriləcəyini düşünmürdü. Axşam saatlarında nəhəng çən partladı. Ardınca digər çənlər də zəncirvari şəkildə dağıldı. Qısa müddətdə yüz minlərlə litr pivə böyük sürətlə zavodun divarlarını uçuraraq küçələrə axdı. Bu sadəcə axıntı deyildi. Divarları dağıdan, evləri yerlə yeksan edən bir dalğa idi. Daşqın birbaşa St. Giles adlı yoxsul məhəlləyə yayıldı. Dar küçələr, zirzəmlərdə yaşayan ailələr, zəif tikililər. İnsanların qaçmağa vaxtı olmadı. Evlərin zirzəmləri bir neçə saniyə içində pivə ilə doldu. Hadisə nəticəsində 8 nəfər həyatını itirdi. Onların arasında qadınlar və uşaqlar vardı. Bəziləri evlərində boğuldu. Bəziləri uçan divarların altında qaldı. Ən sarsıdıcı məqamlardan biri isə odur ki, qurbanlardan bir neçəsi bir uşağın yas mərasimində idi. Yas yerini qəfil pivə dalğası bastı. Bu fəlakətin ən acı tərəfidir. Gülməli səslənən bir hadisə əslində səssiz və dərin bir faciə idi. Hadisədən sonra istintaq aparıldı. Məhkəmə qərarı isə bu oldu. Baş verənlər qaçılmaz və təsadüfi bir bədbəxt hadisədir. Zavod sahibləri günahkar sayılmadı. Heç bir cəza tətbiq olunmadı. Bu qərar bugün bizə ədalətsiz görünə bilər. Amma həmin dövrdə sənaye təhlükəsizliyi anlayışı hələ çox zəif idi. İnsan həyatı çox zaman iqtisadi maraqlardan geri qalırdı. 1814-cü ilin pivə daşqını təkcə qəribə bir tarixi fakt deyil. Bu hadisə bizə bir həqiqəti xatırladır. Təhlükəsizlik, laqeydlik qəbul etmir. Kiçik görünən texniki problem vaxtında ciddiyə alınmadıqda böyük insan faciəsinə çevrilə bilər. Bu hadisədən sonra böyük taxta çənlər tədricən istifadədən çıxarıldı. Sənaye standartları sərtləşdi. Amma bu dəyişikliklər təəssüf ki, həyatını itirən insanlardan sonra gəldi. Londonun pivə daşqını tarixin ironiyasıdır. Sevinc, əyləncə və gündəlik həyatla əlaqələndirilən bir içki ölümə səbəb oldu. Bu hadisə bizə göstərir ki, fəlakətlər həmişə təbiətdən gəlmir. Bəzən insanın səhlənkarlığı, bəzən sonra baxarıq düşüncəsi tarixə qanla yazılan səhifələr əlavə edir. Tarixə baxarkən gülməli görünən hadisələrin arxasında həmişə real insanlar, real ağrılar və alınmalı dərslər var. 1814-cü ilin pivə daşqını da məhz belə dərslərdən biridir.